20 dəqiqə 12 işləmiş durmuşam. Necə də gözəl hava var bayırda. Nə çox isti deyil, nə də ki soyuq. Ən sevdiyim diş pastamı özümlə götürmüşəm. Hər kəsə salam qızlar, kanalıma xoş gəlmisiniz. Təzə vlog başlayıram, bilirəm ki, kənd abu-havalı videoları siz çox sevirsiniz. Sizdən həmişəki kimi bir xahişim, mənə abunə olun. Bu həqiqətən çox önəmlidir. Özüm üçün bir stəkan çay süzdüm və başa düşdüm ki, buraya üçün dəm üçün çaynik almaq lazımdır, içində süzək olanı. Çünki dəmlər hamısı belə bu haldadır. Olmanı var ya bizə. Var, biz niyə istifadə eləmirik biz? Çünki belə mən xoşlanmıram üstündə dəmlər olandan. Kaş ki öz telefonuma da bu oyunu yükləyərdim. Bayaqdan oynuyorum bayırda çünki çox istidir və birazdan gedib alça yığacam. Ağacdakı alça demək olar ki tökülüb, az qalıb. İndi biraz da yığacam ki yeməliyim. Belə bir krючок da tapdım. Baxın belə tökülür. Ağacda da o qədər qalmayıb, amma yenə baxım da. Kənd üçün paltarları yığarkən bir səhv buraxmışam. Gərək bu açıq rəngdə maloçni kostyumu götürməzdim. Bunu Temudan təzə sifariş eləmişəm və o qədər ürəyimcədir ki, götürməyi istədim, amma kənddə hər yer toz torpaq olduğuna görə çox tez kirlənir təəssüf ki. Burada güclə dayanmışam. Həm siz üçün çəkirəm. Həm də ki qorxuram ki kostyumum batar. Buradan qonşularımın həyətini də görürəm. Mən görürəm, siz də görməlisiniz. Bir aralar alçanı görəndə ürəyim gedirdi. Sonra mukbangda həddindən artıq çox idim. Və hal-hazırda kal vəziyyətində olanda bəyənmirəm, amma hal-hazırda o qədər də turşu qalmayıb alça, şirin təhərdir. Hal-hazırda əsl mən xoşladığım formadadır. Elə Instagramda videolar qabağıma çıxıb, necə alçadan turşu edirlər, onu da eləmək olar. Əgər onu eləməyi prosesi sizə maraqlıdırsa, mütləq rey bölməsində öz fikrini bildirin və mənə istiqamət verməyi unutmayın. Yalnız bir ağacın üzərindəkiləri yığdım. Bizdə isə 3 dənə ağac var burada. Amma mənə kifayətdir. Bunlar qızlar o qədər də turşu qalmayıblar. Şirin fasondur. Ən sevdiyim dönəm bunların. Düzdür, bəzi yerlər belədir. Bunları kəsib tullayacağım. Amma iridilər, dəhşət iridilər. Çox dadlı. Bugün nə xaçmaza, nə də ki heç yerə getməyə planımız yoxdur, sırf evdə olacağam. Yuduğum alçaları hamısını stolun üzərinə qoyuram. Və alçanı duzsuz yemək olmaz. Bu vlog dəqiq bilmirəm nə vaxt çıxacaqsa, amma bugün mən video paylaşmışam. Həm Instagramda, həm də ki YouTube Shortsda. Orada yazmışam ki, bu köhnə evdən çıxmışam və hal-hazırda Bakıda 2 dənə mənzilim var. Video dəhşət tutdu, amma bununla birlikdə negativ reyləri gördüm. Bir xanım yazıb ki, böyük iş görmüsən, biri sənin valideynlərin evidir, sən özün aldığını isə ipotekadadır. Qızlar, mən valideynlərin evini saymıram. Heç kimin valideynlərimin başda olmaqla bir qəpik olmadığı aldığım 2 dənə mənzilim var. Birini nəqd almışam, Həzi Aslanov metrosunun yaxınlığında təmirli. İkincisini isə sizə danışmışam, daxili kreditini almışam, 36 aylıq və uca 1 ildən çoxdur ki ödəyirəm. Hətta ödənişlərdən çox ödəyirəm ki tez bitirim. Nə sözlərimdə, nə də ki o videoda yalan yoxdur. Mənim köhnə Rus FM-in izləyiciləri o evi ümumiyyətlə görüblər, çünki mən göstərirdim vloqlarda. Sadəcə bu kanal o zamanlarda yox idi deyə sizin xəbəriniz yoxdur. İlk öncə onu deyim ki, olmayan hər kəsə qismət olsun. Təbii ki, əgər içinizdə o arzu varsa. İnsanlar təbii ki fərqlidir və hərəsinin öz dəyərləri var. Mənimlə eyni qazanan blogerlər var. Gedirlər tutaq ki 2000-ə özünə eynək alırlar və yaxud səyahət eləyirlər və s. Və özləri kirayədə yaşayırlar. Qəşəng təmirli evlərdir, amma kirayədir. Və bu onların seçimidir. Mənim heç kimi qınamağa ixtiyarım yoxdur. Sadəcə öz strategiyamı sizə danışıram. Mən 2000-ə eynək almaqdan isə o pulu hər zaman qırağa qoyuram. Bugün mən blogeram, düzdür, qazanıram, amma sabah qazanmaya da bilərəm. İzləyicilərimin mənə qarşı marağı azala bilər və bu tamamilə normaldır. Belə olduğu halda dilənçi vəziyyətinə düşməyim.
Baxın qızlar, necə də gözəl, tərtəmiz oldu. Bu Podneves ümumiyyətlə çox sərin və gözəl yerdir. Bura stol qoyub. Ümumiyyətlə burada oturub çay içmək olar. İllər öncə burada mənim yelencim asılmışdı. Sonra qardaşım kəsdi, tulladı onu. İndi istəyirəm Bakıya qaydanda qəşəng Temudan seçim özüm üçün bir yelenci varsa orada. Sifariş eləyim və buradan asım, qəşəng yerlənim. Öz fikirlərimi heç kimə yeritməyə çalışmıram, sadəcə bölüşürəm. Yadıma gəlir ki, iş yoldaşım Xırdalandan 40 kvadratlıq bir otaqlı studiya alanda hamı başladı ona gülməyə. Və ən əsasdakı kirayədə yaşayan insanlar gülürlər ki, Xırdalan nə yerdir ki? İlk öncə onu deyim ki, qınamaq kimisə asandır. Ya da ki, demək ki, sənə göydən düşür. Həyatı bilmək olmur. Daşınmaz əmlak mənim sığortamdır. Evlər gün-gündən bahalaşır və əl çatmaz olur. 2000-ə özüm üçün çanta və yaxud eynək alıb cəmaata göstərim necə luxury həyat yaşayıram. Hamı da desin ki, vay bu qız milyoner imiş. Vallahi deyirəm qızlar, mənim üçün heç bir fərqi yoxdur. Eynimdəki futbolka 10 manatadır, yoxsa 1000 manata. O 1000 manat öz üzərimdə yox, bank hesabımda olduğu halda özümü daha özgüvənli hiss edirəm. Və o birinci aldığım mənzil haqqında bu kanalda danışmamağım səbəbi də odur ki, kiməsə nəyisə sübut eləməyə özümü məcbur hiss eləmirəm. Köhnə izləyicilər, qohumlar zaten hamısı bilir. Amma belə dediyimdə qorxacağım yerim də yoxdur. Çünki qəpiyinə qədər, hər qazandığım manata qədər hamısını vergisini ödəmişəm. Ona görə çəkinmədən mən bunu danışa da bilərəm. Çünki sizi də motivasiya eləmək istəyirəm. Fərqi yoxdur hansı evdə doğulmusunuz. Buradakı bizim qızıl güllər öz ağırlığından və küləkdən bilmirlər neynəsinlər. Ona görə düşünürəm ki, bir neçə gülü kəsim, stolun üzərinə qoyaram. Qəşəng qoxusu da var bunların. Nəhayət ki, qızlar belə bir sekatörü tapdım. Yuxarı mərtəbədən belə bir vaza tapdım. Bu qızıl gülləri bizə rəhmətə gedən qonşumuz vermişdi. O vaxt nənəm əkmişdi bunları və mamam hər dəfə bu güllərin yanından keçəndə ona Allah rəhmət eləsin deyir. Təmənnasız prosta vermişdi. Sadəcə insan nəyisə sizə verəndə onun xatirəsi qalır, elə bil ki, sizin evdə. Hissləmisiniz bunu ya yox, mütləq rey bölməsində yazın. Baxın necə iştahlı adi quru çörəyi yedilər buradakı pişiklər. Və bunun balları da olmuşdu. Bu böyük pişikdir, amma razmerinə bir dənə diqqət yetirin. Və bizim badımcanımızın razmerinə. Videoda bilinmir, amma bu 2 qat ondan balacadır. Sən yersən? Yox, bu yemir. Dırnaqlarımın 2 həftəsi oldu və bu dəfə dəhşət ürəyimcə oldu. Məncə super səliqəli görsənir. Həm də ki, uzunluğu tam istədiyim kimi. Bantik da yerində, nə qopma, nə sınma yoxdur. Axşama qızlar dolma hazırlamaq istəyirəm. Özdəki üzüm yarpaqları ilə çox dadlı alınır. Burada da üzümümüz var. Əsas biz bunu bu yarpaqlara görə əkmişik. Ona görə biraz yığacam və qəşəng axşama dolma hazırlayarıq. Nədənsə kənddə ürəyim hüzur tapır. Hər addım başı kontent görürəm. Bunu da çəkmək olar, onu da. Mamaçka deyir ki, sən həyətləri süpürməyi kimə maraqlıdır? Mən isə əksinə düşünürəm ki, vlogun ən maraqlı hissəsi elə odur. Qab yuma və süpürməyi. Kələm dolmasını çox da sevmirəm, amma üzüm yarpaqları ilə dəhşət dadlı olur. Hətta yarpaqları putulkalara, bankalara da yığmaq olar qış üçün. Mamaya dedim, mama dedi ki, metronun yanında qəpiyə satırlar. İşin gücün yoxdur, bununla məşğul olmaq. Düzdür, satmaqla satırlar, amma hazır varımızdır. Niyə də yığmayaq? Özdəki bu il o qədər budaq açıb ki, yumşaq, təzə yarpaqlar doludur. Düzdür, bunun üzümü çox az olur və dadsız, amma əsas biz yarpaqlara görə bunu saxlayırıq və suluyuruq vaxtında. Hal-hazırda gördüyünüz yanındakı ağac isə əncildir, mənim ən sevmədiyim meyvə. Bu qədər yarpağım alındı, məncə kifayətdir. Bu təbii ki, keçən dəfədən qalmadı, nanəni belə qoruduruq. İdeal vəziyyətinə uca gəlib, uca yığmaq lazımdır. Adi belə bagetlərə yığacam. Ümid edirəm ki, üçün içindən yerləşəcək. Qış boyu bəsdir də bu bizə. Adətən yarpaq dolmanın içinə də biraz qatırıq, çox dadlı alınır. 3 balaca paketin içinə yerləşdirirəm hamısını. Əvvəl başa düşmədim niyə, amma Twix-də xüsusi maraq göstərirdi bu stola qarşı. Daha doğrusu stolun bu hissəsinə qarşı. Nə qədər danlayırdım, amma yenə də stolun üzərinə çıxmaq istəyirdim. Sonra Google-da axtardım və gördüm ki, pişiklərin ürəyi gedir nanənin qoxusundan. Yadıma düşdü ki, nanəli pasta ilə dişlərimi yuyanda yenə də Twix gəlirdi, məni
qucaqlaşmağa. Və maraqlısı odur ki, nanəni özünü yemir, amma yanında uzanır və yaxud yanında oturmaq istəyir. Bu qoxu çox xoş gəlir onlara. Əvvəllər buna heç fikir verməmişəm, amma bu xüsusiyyət yalnız mənim pişimə aid deyil. Yarpaqların üstündən kipidok tökürəm, üzərinə bir taryalka və qalsın 15 dəqiqəyə. Əvvəl istədim tam olaraq dolmanı necə hazırlayıram prosesi çəkim. Sonra fikirləşdim ki, yəqin ki, izləyicilərimin 99%-i bilir. Qeyri-adi bir şey deyil ki, hamı onsuz da bacarır, nəyi göstərim. Həm də ki, vloqlarımda hər zaman narahat oluram ki, sıxıcı olmasın. Dolmanı mamuçka ilə birlikdə bükdüm, amma desən yarpaqları aç, mən bükəcəm. Belə proses qızlar daha tez gedir. Yarpaqlar isə təzə, saf, o qədər yumuşaq idi ki. Bayırda gözəl sərin hava var. Ona görə stolun üzərini siləcəm qəşəng və çörəyini burada yeyərik. Bugün qızlar qəti makiyaj eləməmişəm, hətta SPF də tətbiq eləməmişəm. Ümid edirəm ki, sabah səpkilər başlamayacaq. Çünki toz torpaqda hər yer. Və mən tonalini istifadə eləməyəndə bu toz məsamələrimə dolur və səpkilər əmələ gəlməyə başlayır. Ona görə bəzən məndən soruşurlar ki, sən rayona gələndə neyinirsən, makiyaj, tonalini və s. eləyib. Qızlar, dərimə görə məcburam. Dolmamız hazır olmağa uzaqbaşı bir 10 dəqiqə qalıb. Hamısını bükməyini göstərmədim, çünki mənasızdır. Amma məncə çox dadlı alınacaq. Deyəcəksiniz ki, bu qız dəlidir, amma hal-hazırda bu vlogda mənə elə gəlir ki, bir temu bağlanmaya çatmır. Elə gözəl açardım bu sərin, gözəl havada, elə bayırda oturaraq. Bir dənə salatımı da eləyim. Hər şeyim demək olar ki, hazırdır. Çörəyimi yeyəndən sonra maşında oturub dünən çəkdiyim vlogu səsləndirməyi istəyirəm. Burada paylaşılan vloqları hamısını mən üstündən səs yazıb rus dilində o biri kanalımda da paylaşıram. Çünki birinci növbədə həyifdir. Az yığsa da Allah bərəkət, hardasa 20.000 yığır o biri kanalda. Silmək əlim gəlmir qətti. Bura çəkdiyim videoları hamısını tərcümə eləyirəm. Çünki o kanalın izləyicilər gəlir burada yazırlar ki, bəs bizim üçün kontent nə vaxt? Ümumiyyətlə, mən əgər nəyisə başlamışamsa çəkməyə, çox güman ki, paylaşacağım. Ay çəkdim, xoşuma gəlmədi, mən necə düşmüşəm, ya da ki, fikrim dəyişildi, yox, belə şeylər məndə olmur. Hamısı getməlidir kontent. Çox da baha da deyil, amma mağazalarda mən görməmişəm. Qəşəng bir dənə stol və plastik stullar almaq lazımdır həyət üçün. Axşamlar ümumiyyətlə belə bayırda oturmağı çox sevirəm. Qəşəng samavar, çay, gözəl qonşular, otur söhbət elə. Son zamanlar ən sevdiyim konfetləri sizə göstərmək istəyirəm. Mənim uşaqlığımın konfetidir, jeleynik. Çeleğine de var, moruqla. Hələ baxın necə gözəl qatığımız var. Qonşumuzdan süd aldıq dünən axşam. Belə bir şey alındı bizdən. Dolmam da hazırdır və belə gözəl bir süfrəmdə. Bəh, bəh, bəh. Burada qızlar ramaşkaları gördüm. Təsadüf öz-özünə çıxıblar və yadıma düşdü ki, biz fala baxırdıq bu ramaşka ilə. Nəsə bir arzu tuturduq və bir-bir yarpaqları dənib alınacaq, alınmayacaq, alınacaq, alınmayacaq. Bir arzu tutmuşam, mənim üçün çox dəyərli. Baxaq. Alınacaq, alınmayacaq, alınacaq, alınmayacaq, alınacaq, alınmayacaq, alınacaq, alınmayacaq, alınacaq, alınmayacaq, alınacaq, alınmayacaq və alınacaq. Arzum gerçəkləşəndə mən vlogda sizə deyəcəm nə tutmuşdum. Ramaşkaya inanıram. Mən uca süfrəni, hər şeyini hazırlamışam. Bu bağban gəlməyi bilmir. Hər şey hazırdır. Amma bu ağacların sulama prosesi bitmir ki, bitmir. Bəh, bəh, siz bu gözəlliyə baxın. Dəhşət alınıb. Elə gözəl qoxusu var. Öz aləmində güya estetik süzəcəkdim.
Özümü tərifləmək üçün demirəm, həqiqətən dolma çox dadlı alınmışdı. Bilmirəm, yarpaqlar təzə olduğundan irəli gəlir bu, yoxsa biz həmin Megan prosta dəhşət acı idik. Elə yadımdan çıxdı, mama çörəyi də hazırlamışdı duxovkada və onu da sizə göstərmək istədim, unutdum. Bu vloq isə 15 dəqiqə olaraq burada bitməli idi. Montaj eləyəndən sonra başa düşdüm ki, azdı və növbəti günümü də vloqlayım, bu video əlavə edeyim ki, tam gözəl uzun bir video alınsın. Bilirəm ki, siz uzun videoları çox sevirsiniz. Bacınız bir günə kifayətlənmədi, sizə isə xoş izləmələr. Növbəti gündən salam. Mən burada biraz od qalamışam, lazımsız şeyləri burada yandırıram və buraları süpürəcəm. Dünən demək olar ki, həyət bacanı hamısını süpürmüşdüm, bir dənə bura qalıb. Mən öz aləmində burada od eləmişəm, baxın od gəlib bura. Dəhşətdir, buradakı ağac da yanır. İndi bunu söndürmək üçün bacınız su gətirib. Bu qızlar təbii ki, mənim diqqətsizliyimdən irəli gəlir. Odla çox müğayət olmaq lazımdır. Videoda da bilinir. Baxın, mən harda od qalamışam və hara gəlib çatıbsam. Yaxşı ki, vaxtında gördüm və söndürdüm. Vaxtında bura vloqlar atmaq hər zaman alınmır, amma Instagramda daimi olaraq məni istəyə bilərsiniz. Videonun altında həmişəki kimi öz Instagram linkini sizin üçün qoyuram. Oradan keçid edib abunə ola bilərsiniz. Səhər-səhər çimmək istirdim, sonra düşündüm ki, əvvəl buraları süpürüm, toz torpaq işlərini bitirim, sonra gedim çimim. Mən deyəndə ki, nə vaxtsa bağ evim olmağı arzusundayam. Bəzi izləyicilər mənə yazırdılar ki, ya bilirsən, həyat evində nə qədər iş var. Təbii ki, bilirəm qızlar, amma mənə xoş gəlir. İnsana biraz fizkultura kimi gəlir. 2 ay boyu rayonda qalanda hər 3 gündən bir həyətləri hamısını süpürürdüm. Çünki nə qədər süpürsən də ətraf ağaclardır və yarpaq tökülür. Külək olur, ona görə məcbursan. Hələ bundan əvvəl həyatımızın tam ortasında tut ağacı var idi. Tökülən tut hər yerdə idi də bezmişdi təmizləməkdən. Şimdi qızlar, saçım elə tez qurudu. Birdən baxın, heç bilinmir ki, mən saçımı yumuşam. Bugün qızlar biz Xaçmaza gedirik Sevda xanımla görüşməyə. Instagramda məni izləyənlər artıq bilir bu kimdir. Həm birbaşa ofisdən sifariş elədiyim birlik məhsulları oradan götürəcəm. Həm də ki, sizə biraz iş barədə məlumat vermək istəyirəm. Bu videonun altında qızlar sizin üçün link qoyacağım. Kim bizim kimi evdə oturaraq qısa zamanda maaşa çıxmaq istəyirsə, mütləq o qrupa daxil olun və qeydiyyatdan keçin. Sevda xanım özü də Xaçmazda özün üçün mənzil alıb birlikin pulu ilə Qaşenkiya Optima maşında sürür. Qısa bir zamanda maaşa çıxa bilərsiniz. Çox xahiş edirəm, boş-boş o qrupa daxil olmayın, çünki o qrupdan sizi qeydiyyata salırlar və başqa qrupa əlavə edirlər. Təzə gələn izləyiciləri hamısını üst-üstə yazmağa çalışırıq ki, sizə də daha asan olsun qabağa getmək. Ümumiyyətlə biz Sevda xanımla necə tanış olmuşuq, onu da danışmaq istəyirəm sizə. Deməli, Sevda xanımın qızı mənim izləyicim olub və ona məni tövsiyə elədim. Düz dedim. Sadəcə simvolik olaraq bir kiçik hədiyyə hazırlamışam. Sevda xanımın qızı üçün ümid edirəm ki, bəyənəcəyik. Çox balaca bir şeydir, amma əsas düşünürəm ki, diqqətdir. Çox abartılı makyaj eləmək istəmirəm. Prosta tonalini tətbiq elədim. Bu paletdə olan ənlik. Buradakı bu açıq rəngini, mona rəng kimi göz qapağıma tam olaraq tətbiq edirəm. Tamam. Oxudu. Və qaldı duş. Hər dəfə kosmetikanı özünlə apar, sonra getir. Get-gəl yayda çox olur deyə fikirləşdim, bunları hamısını saxlayım. Və dekorativ kosmetikadan boluq. Yalnız bir məqam qalır ki, Dior'un kosmetikasını burada saxlamaq istəmirəm. Çünki originaldır. Bura üçün başqa bir kosmetika getirib qoyacağım. Hələ ki, pomadanı vurmuram. Çünki çörəyi yiyəcəm. Dünənki dolmamızdan biraz qalıb. Baxın, necə gözəl külək vurur. Yüngül vari pərdədən tutmaq olur. Bu paltarı mən seçməmişəm. Paltar məni seçib. Mamanın telefonundan sifariş eləyərkən mamanın təsadüf əli deyib, bunu səbətə yox, birbaşa sifarişə əlavə edib. Amma sevdim bu paltarı. Sevda xanımın qızı mənim izləyicim olduğuna görə onun üçün simvolik olaraq balaca bir hədiyyə hazırlamışam. Gəlin sizə də göstərim içində nə var.
İlk önce burada küçük mənim sevdiyim daraqlardan masajka darağıdır. Bu çox rahatdır, həm saçını yaxşı darıyır, həm də ki balacadır, любой sumkada yerləşir. Trendyoldan set olaraq sifariş elədiyim The Best Factory'nin balaca belə bir duş geli, banan qoxuludur bu. Növbəti məhsul Rossmanndan aldığım Misha'nın parça maskası. Özüm də bunları bəyənərək istifadə edirəm. Dodaq balmı və Maruderm'ın bir dənə enzim pudrası. Düzdür qızlar, çox kiçik bir şeydir, amma sırf simvolik diqqət kimi hədiyyə eləmək istədim. Maşın elə istidir, dəhşət. Günün altında qalır, çünki podnavesimiz yoxdur. Daha doğrusu var, elə gözəl podnavesimiz var, amma ora maşın girmir. Maşınım isə qalır burada günün altında. Belə gözəl dodaq qomba alınıb, mən də indi göstərəcəm məhsulları. Tam ürəyinə sizə tövsiyə edə bilərəm. Faberlic'in bu karandaşı mükəmməldir sadəcə. Nömrəsini də göstərim sizə. Və təzə aldığım Maybelline'in bu pomadası. Biraz tünd karandaşla dodaqlarınızı çərçivələyirsiniz və bununla doldurursunuz. Öncə qızlar, nəticə mükəmməldir. Все, getdik. Son zamanlar yalnız bu mahnıya qulaq asıram. Mən məktəbdə oxuyanda bu mahnı çox dəbdə idi. Uşaqlığımı xatırlayır sanki mənə. Paltarımı da geyindim. Nəhayət ki, gəldik, çatdıq, gördük Sevda xanımımızı, bizim nastavnikimizi. Xoş gördüm hər birinizi, xoş gəlmisən Ayqat. Çox xoşdur səndən əməkdaşlıq etməyi. Mən seçdiyin üçün sənə təşəkkür edirəm. Komandamızı buradan uğurlar arzulayıram. Hələ də komandamızda olmayan xanımlara tövsiyə edirəm ki, elə bu gözəl aksiyalar, indirimlər, hədiyyələr olan, kampaniyalar olan kataloqda qoşulasınız. Təbii ki, özüm birbaşa sizə dəstək olacağam. Yəni mənim komandama gəlib işləyən əməkdaşların hər biri qazanc əldə edəcəklər. Bugün özünüz də şahid olmusunuz ki, bu şirkət sayəsində mən nələrə sahib olmuşam. Seçimində onsuz da yanılmamışsınız. Zaten araşdırmışsınız, məni seçmişsiniz. Buna görə də xüsusi olaraq sizə təşəkkür etmək istəyirəm. İkinci dəfədə buradayam. Gördüyünüz kimi Sevda xanımın uğurları boldu. 7500. Nəyə xərcləmisiniz Sevda xanım? Bu arada maşın əldə edib və mənzil siz də əldə edə bilərsiniz. Əgər bizim komandamıza qoşularaq... İlk öncə maddi azadlıq qazanırlar. Bir xanıma əsas lazım olan öz ayaqları üstə durmağıdır. Əsas onu qazanırlar. Sonra da ki, maddi azadlıq. Gəzmək, əylənmək, qazanmaq, xərcləmək, gözəl həyat yaşamaq bir sözlə. Bura Xaçmazda olan Sevda xanımın ofisidir. Buradan birbaşa elə məhsulları da götürdüm. Evə gələndə sizə bir-bir göstərəcəm. Gördüyünüz kimi sifarişlər burada o qədərdir ki, yəni ki, Faberlic sevən, istifadə edən insanlar həqiqətən çoxdur. Burada ətirlər də var. Bunlardan da seçmişəm. Qısa bir zamanda bizim vasitəsilə siz 1000 manatdan yuxarı maaşlara çıxa bilərsiniz. Bunlar üçün mütləq mən aşağıda sizin üçün qoyduğu linkə daxil olursunuz və hər bir xırdalığı Sevda xanım sizə başa salacaq. Dedik ki, gözəl açıq havada oturaq, bir stəkan çay içək. Sevda xanım qabaqdan sürürdü, mən isə arxanca gəlirdim, çünki Xaçmazı o dərəcədə mükəmməl bilmirəm. Waze isə yolunu göstərəndə bəzən səhvlər buraxır. Sevda xanım düz qabağımda maşını saxladı, parkinq elədi, mən isə yer tapmadım, ona görə kruq eləmək məcburiyyətində qaldım. Sonra isə səhv yerdən döndü, mən sразу dedilər ki, 100% kamera səni çəkib, gözdə 10-15 dəqiqəyə cərmən gələcək. Menyuya baxdım qızlar, baxın necədir, ucuzdur hər şey, bir dənə baxın. Dönər, çörəkdə, lavaşda dönər götürdü. 3 manata baxa görə dadı necə olacaqsa, qiymətlər möhtəşəm. Mənim gözəl izləyicilərim, nəhayət ki, qovuşduq bir-birimizə. Təəssüf ki, mən bilmirdim ki, Sevda xanımın 2 dənə qızı var. Ona görə yalnız bir kiçik hədiyyə hazırlamışam, amma növbəti dəfə biz bunu düzəldək. Nəzərə almamışdım ki, axşamlar soyuq olur. Yaxşı ki, maşınımda bu kardigan var idi, ona görə geyindim. Şouruma gəldi, belə formada. Məncə o qədər də kiçik də deyil, baxın, nə boydadır. Və ayran sifariş elədik. Ümumiyyətlə fikir verdim ki, Xaçmazda Bakıdan nisbətən hər şey ucuzdur. Sevda xanımın qızı ilə salondan bizə qoşulmuşdu və dırnaq qaynağı eləmişdi. Cəmi 18 manata elə səliqəli, elə gözəl eləmişdilər ki. Çox heyif ki, yadımdan çıxdı sizə göstərməyi. Burada maraqlı atraksiyonlar da var. Heç bilmirdim ki, Xaçmazda belə bir yer var. Təzə öyrənmişəm.
Gəldim qızlar, uca evdəyəm. Bir balaca naruşeni elədim. Özdəki kameranın yanında Sevda xanım mənə isə dedi ki, 15 dəqiqə ərzində cərimən gəlməyəcəksə, deməli çox gələn deyil. Mən də oturmuşdum belə gözləyirdim. Nə vaxt cəriməm gələcək, amma hələ ki gəlməyib, ona görə mən çox sevincliyəm. Hal-hazırda qızlar biraz qaranlıqdır. Bilmirəm indi göstərim nələr götürmüşəm mən. Təbii ki Faberlikin. Yoxsa sabah çəkim. Çünki qaranlıqda keyfiyyət təbii ki o olmayacaq. Amma ürəyim partlayır, açıb göstərmək istəyirəm sizə. Bir də ki onu vurğulayım ki, indi siz qeydiyyatdan keçsəz Faberlikdə 47 manatlıq ətir əldə eləmiş olacaqsınız. Tam olaraq pulsuzdur, hədiyyədir. Əgər siz bu linkdən daxil olub qeydiyyatdan keçirsinizsə və ilk sifarişinizi eləyirsinizsə, bu ətir sizə hədiyyə olur. Söhbət qızlar bu gözəl ətirdən gedir. 47 manat 99 qəpiyə ətir sizə tam olaraq pulsuz başa gələcək əgər siz qeydiyyatdan keçsəz və ilk sifarişinizi eləsəz. Düşünürəm ki, gözəl bir fürsətdir və əsl vaxtıdır qeydiyyatdan keçməyə. Təbii ki, tək sizə məsləhət görmürəm. Özüm də Faberlikdən məhsullar alıram. Həmişə də göstərirəm. İndi bir-bir göstərəcəm nələr bu dəfə vurmuşam. Ən çox qızlar bunu istəyirdim və o qədər ürəyimcə oldum. Məncə ən maraqlısından başlamaq lazımdır. Brilliant Charm bu palet. Mən ümumiyyətlə şimerli rəngləri, göz kölgələri çox sevirəm. Sadəcə mono rəng kimi istifadə edirəm. Tam olaraq çox gözəl görünür. Misal üçün bu aşağıda olan tünd rəngini qaşım üçün istifadə edəcəm. Bu göy rənglərini oxlar çəkəcəm. Bu iki rəngi swatch eləmişəm. Bu paletlə mən ümumiyyətlə sizin üçün fərqli makiyajlar eləyəcəm. Tez-tez görəcəksiniz mənim videolarımda. Məsləhət görürəm sizə. Həqiqətən dəhşətli bir şeydir. Və qeydiyyatdan keçsəz məhsullar hamısını 20% indirimlə əldə eləmiş olacaqsınız. Bəzi məhsullar mamoçka məndən istəmişdi. Misal üçün kabyuma vasitə. Bunun tərkibində deyəsən soda var. Tərtəmiz eləyir. Bundan mama dedi ki, nə qədər varsa al, gəl stoklayaq vannan təmizləmək üçün belə bir məhsul. İndi kataloqda dəqiq baxıb deyəcəm, amma deyəsən hərəsinin qiyməti cəmi 4 manatdır. Qəsdən kataloqu da götürdüm Sevda xanımdan. Belə sizə göstərmək üçün. Baxın 4 manatadır. Bu indirimsiz qiymətidir. Təbii ki, bundan, yox deyəsən bundan istifadə eləmişik. Möhtəşəm idi. İndi bunu götürdük. Online kataloqu var bunun, amma mən belə kağızı daha çox sevirəm. Deməli, bu skrablardan mütləq sifariş edəcəm. Qiymətə bir dənə diqqət yetirin, cəmi 4 manatadır. Bir də ki, bir dənə blesk var, onu da vuracam mütləq. Mən fikir verməmişəm ola bilər qızlar, amma bu bleski mən bundan əvvəl görməmişəm. Qiyməti isə 3 manat 99 qəpik idi. Bunun iki rəngini götürəcəm. Məncə çox qəşəng görsənir. Həm də ki, blesklərdən çox istifadə edirəm. Ümumiyyətlə, Faberlikin məhsulları çox keyfiyyətli olur. Qiymətləri isə olduqca münasib. Biz isə davam edirik. Şirin qoxuları xoşlayan xanımların nəzərinə çox gözəl şirin qoxusu var. Çiyələk və makaron. Həmin seriyasından belə bir maye sabunu da götürdüm. Çünki mən belə qoxuları çox sevirəm. Burada təbii ki, mamanın sifarişləri də var. Belə bir şampun o götürüb. Bəyənmişdi. İndi istifadə elədikcə də öz fikirlərimi sizinlə Instagramda bölüşəcəm. Ən əsas burada mənimki bu ətirdir. Faberlikin gözəl yuyucu vasitələri də var. Mama belə bir şey götürdü. Bu paraşokdur. Kağız formatında təzə bir məhsuldur. Sınıyarıq mütləq. Tərifləri çox eşidən belə bir sprey. Ləkələri çıxardan tutaq ki, hansısa bir paltarın üzərində ləkə düşübsə, bu sprey ilə 1-2 dəfə keçirsiniz, ləkə yox olur. Bu da ləkələrə qarşıdır. Mən rəfiqələrim də Faberlikdən məhsul çox vurur, istifadə edir və onların tövsiyəsi ilə də çox məhsul alıram. Misal üçün bu. Və belə bir vasitə də almışıq, amma bunu daha çox istifadə eləyəndə sizə mütləq göstərib bir başa salacağım qızlar. İndi isə gedək evə, həm kataloqa daha ətraflı baxaq, təzə nələr sifariş eləyəcəm və bunu gedib açaq. Daimi mənim videolarıma baxırsınızsa, yəqin ki, görmüsünüz ki, bunun bejvi rəngi, maloçna rəngi məndə var. Həm hədiyyəlik yaxşıdır, çünki minnoş və şirin görsənir.
Bu isə ikinci. Mən tərəddüd edirdim birincini sifariş eləyəndə. Sonra o qədər bəyəndim ki, bunu da almaq qərarını aldım. Məncə çox şirindir. Faberlic'in Murmur seriyası.